yazdımın adı kisli sladka gedir. Sual verə bilərsiniz ki, kisli sladka sos axı krevetkadan olur, kalamaridan olur. İndi baxanlar deyər ki, yox, düzgün deyil, yox, yox, bu şef yenə düz danışmadı, düz demədi, yox, bu belə olmur, belə olur. Amma bu gün biz bunu toyuq ətindən eləmişik. Görürsünüz, qatılığı da hamısı yerindədir. Yəni, bu çox gözəl bir dadlı supdur. İndi kisli sladka supdur. Həm acılıdır, həm şirinlidir. Bu da Çin mətbəxinə aiddir. Buyurun. Yaxşı şorbanın sirri nədədir? Yaxşı şorbanın sirri, mən özüm bu suala cavab verərəm düzgün. Onu bişirən aşpazın əllərinin tamında, barmaqlarda. Dad var, o yaxşı aşpazın bişirməyindən asılıdır. Yaxşı şorbanın dadı. Bu da bizim kisli sladka supumuz. Bu da Çin mətbəxinə aiddir. Biraz o deyə bilərsiniz ki, niyə bu belə acılıdır, şirinlidir? Çünki bunun özəlliyi elə onun acılığında, bir də şirinliyindədir.